Rəhman və Rəhim olan Allahın adıyla məfahim dərsimiz 48-ci dərsin praktiki çalışması. Biz ümumiyyətlə bilirsiniz ki, hər zaman əvvəl ilk 10 ayəmizi, sonra testlər, sonra praktiki çalışmanı keçirdik. Amma bu 3-cü kitabda o dəfə də demişdik, testləri praktiki çalışmadan sonra qeyd etdiklərinə görə biz də praktiki çalışmanın videosundan sonra sual cavabları edəcəyik inşallah. Siz də özünüzü yoxlayarsınız, nə dərəcədə yadda saxlamısınız dərsləri, ayələri. Dərsimiz 8 ayədən ibarətdir və yeni sözlər gördüyünüz eynən ilk 10 ayəyə aiddir və daha çox sondakı olan sözlərə aiddir. Aşağıda olan gördüyünüz yeni sözlər, yəni tanış sözlər yox, yeni sözlərə daha çox aiddir bu axırıncı ayələrin sözləri. Keçid alaq ayəmizə. Birinci ayəmiz Bəqərə surəsi 259-cu ayədir. Əuzu billah, bismillah. Fələmmə, fə elə isə ləmmə, o zaman ki, təbəyyənə. Təbəyyənə, bəyyənə, görsünüz sözündən, yəni aydın oldu, yəni aydınlıq gətirdi. Ləhu, onun üçün, yaxud ona aydınlıq aydın oldu. Belə deyək, o zaman ki, ona aydın oldu. Elə isə ona aydın olduğu zaman da deyə bilərik. Qalə dedi, Ə'ləmu, yəni bilirəm, ənə ki, Allah, alə, üzərinə, kulli, hər şeyin qadir, yəni qadirdir. Elə isə ona aydın olduğu zaman dedi, bilirəm ki, Allah hər şeyə qadirdir. İkinci ayəmiz Əl-İmran surəsi 101-ci ayədir. Ayə əvvəldəndir, lakin sona qədər deyil. Əuzu billah, bismillah, və keyfə yəni və necə, təkfurunə, yəni təkfurunə küfr edirsiniz. Yəni siz necə küfr edirsiniz? Və keyfə təkfurunə, siz necə küfr edirsiniz? Və əntum, və siz, daha doğrusu belə deyə bilərik, sizə, çünki tutlə sözü var, tutlə tilavət sözündəndir, təlavə, yəni sizə tilavət olunur. Belə də deyə bilərik, siz necə küfr edirsiniz, sizə tilavət olunduğu zaman da deyə bilərik, olduğu halda. Yəni sizə oxunduğu halda, aleykum, sizin üzərinizə, əyətullahi, Allahın ayələri. Sonra, və fikum, və aranızda, fikum sizin içinizdə, sizin aranızda, rasuluhu, yəni onun peyğəmbəri. Belə deyək, sizə Allahın ayələri oxunub, onun peyğəmbəri də aranızda olduğu zaman, yaxud olduğu halda siz necə küfr edirsiniz? Yəni ayəmiz budur. Bu formada tərcümə olunur. Bir daha tərcümə edək. Sizə Allahın ayələri oxunub, onun peyğəmbəri də aranızda olduğu, yəni aranızda, içinizdə olduğu halda siz necə küfr edirsiniz? Üçüncü ayəmiz Maidə surəsi 105-ci ayədir. Əvvəldən deyil, lakin sona qədərdir. Əuzu billah, bismillah. İlallahi, yəni Allaha tərəfdir, Allahadır. Mərciukum sözü demək, sizin axır dönüşünüz, yaxud da deyə bilərik ki, yəni dönəcəksiniz, qaytarılacaqsınız, yəni son gedişiniz, qayıdacaqsınız da deyə bilərik. Yəni burada sizin axır dönüşünüz də deyə bilərik. Sizin axır dönüşünüz cəmiyyən hamınızın, hamılıqla fəyyunəbbiukum, kum siz deməkdir, yəni burada nun təşdidlidir. Elə isə yunəbbiukum, yəni burada əslində nəbi sözündəndir, daha doğrusu. Yəni sizə xəbər verəcəkdir. Bimə, o şey ki, kuntum olduğunuz idiniz, tə'məlun, yəni əmələ sözündə, yəni əməl etdiyiniz. Yəni etdiyiniz əməlləri sizə xəbər verəcəkdir deyə bilərik. Fəyyunəbbikum sözü mən qarışdırdım, üzr istəyirəm. Burada təşdidli onu dedim, yox, burada bə təşdidlidir. Nəbi sözündəndir, xəbər verən.
Ümumi tərcümə isə hamınızın axır dönüşü Allahadır. Baxın, ilallahi merciukum. Hamınızın dönüşü, yəni axır dönüşü Allahadır. Sonra o etdiyiniz əməlləri sizə xəbər verəcəkdir. Tərcüməsi belədir. Bimə o şey ki etdiniz kimi gedirdi. Yəni bimə kuntum tə'malun, etdiyiniz əməlləri. Hamınızın axır dönüşü Allahadır. O etdiyiniz əməlləri sizə xəbər verəcəkdir. Demək 3-cü ayəmiz idi. Keçid alırıq 4-cü ayəmizə. Yunus surəsi 23-cü ayədir. Ayəmiz əvvəldən deyil, lakin sona qədərdir. Əuzubillah, bismillah. Ya eyyuhən nəsu, ey insanlar. İnnəmə, yalnız, yaxud da deyə bilərik, sadəcə, yalnız, bəğyukum, yəni bəğyukum sizin paxıllıq, yaxud sizin düşmənçilik, haqsızlıq, tuğyan, sizə paxıllıq edən, sizə düşmənçilik edən, sizə haqsızlıq, tuğyan edən, belə deyə bilərik, alə ənfusikum, yəni sizin özünüzdə, sizin öz əleyhinizədir, belə deyək. Sizin öz əleyhinizədir. Yəni ki, ey insanlar, sizin etdiyiniz haqsızlıq, yaxud düşmənçilik, sizə yox, sizin. Deməli, ey insanlar, sizin etdiyiniz haqsızlıq, düşmənçilik, paxıllıq, tuğyan, buna hər cürə deyə bilərik bu sözü. Mən hər bir tərcümədə deyirəm ki, siz yəni hər hansı bir tərcüməni görsəz, eyni tərcümədir. Yalnız öz əleyhinizədir. Mətəu, mal, əl-həyatı dünya, dünya həyatı, dünya həyatının malı, belə deyək daha düz olar. Mətəu, əl-həyatı dünya, dünya həyatının malı. Hətta bu sözdə elə bu cümləni daxil ola bilər ki, ey insanlar, sizin etdiyiniz haqsızlıq, düşmənçilik, paxıllıq, tuğyan yalnız dünya həyatının malı kimi öz əleyhinizədir. Belə deyək, burada kimi sözü yoxdur, amma bu sözü qoymalıyıq ki, bu cümlə tam olsun. Yaxud da kimi demirik, bu sözü təkrar edirik ki, ey insanlar, sizin etdiyiniz haqsızlıq yalnız öz əleyhinizədir və sonra təkrar da deyə bilərik ki, dünya həyatının malıdır, öz əleyhinizədir. Yəni, belə də deyə bilərik. Thumma, sonra, iləynə, bizə tərəf, mərciukum, qaydacaqsınız. Yaxud da sizin axır dönüşünüz bizədir. Sonra sizin axır dönüşünüz bizədir. Belə də deyə bilərik, bizə tərəfdir. Yaxud da sonra bizim hüzurumuza qaydacaqsınız da deyə bilərik. Fənunəbbiukum, yəni burada da sizə xəbər verəcəyik. Baxın, bayaqları hansı söz idi? Fəyyunəbbiukum, orada yu idi. Xəbər verəcəkdir, o verəcəkdir. Yu, orada o bildirir. Amma burada fənunəbbiukum, orada nu var deyə, nu nəhnunu bildirir. Burada bizdir, yəni bunu qarışdırmayaq. Fəyyunəbbiukum, fənunəbbiukum. Yəni burada nu, birinci fədən sonra gələn nu, nəhnunu bildirir. Yəni, biz xəbər verəcəyik sizə bimə kuntum tə'malun, yəni sizin etdiyiniz əməlləri. Yəni ki, sonra bizim hüzurumuza qayıdacaqsınız, elə isə biz də nə etdiklərinizi sizə xəbər verəcəyik. Ümumi tərcümə isə, ey insanlar, sizin etdiyiniz düşmənçilik, paxıllıq, haqsızlıq, tuğyanlıq, yəni sözün kökü tuğyandır, yalnız dünya həyatının malı kimi öz əleyhinizədir. Sonra bizim hüzurumuza qayıdacaqsınız, elə isə biz də nə etdiklərinizi sizə xəbər verəcəyik. Nəhl surəsi 61-ci ayə, 5-ci ayəmiz. Əuzubillah, bismillah ayəmiz əvvəldəndir, sona qədər deyil. Və bağlayıcı, ləv. Ləv sözü əgər də ola bilər, kaşk da ola bilər. Baxın, cümlənin öz tərcüməsində. Burada böyük ehtimal əgər olacaq. Çünki demək, yuəxizullah, yəni Allah əgər cəzalandırsaydı, yuəxizu, yəni cəzalandırmaqdan söhbət gedir. Yəni Allah cəzalandırsaydı əgər, yəni ənəs, yəni insanları, əgər Allah insanları cəzalandırsaydı, bi zulmihim,
ilə zulüm him onların, yəni onların zülümlərinə yaxud onların zülümləri ilə, yəni onların zülümlərinə, yəni onların etdiyi zülümlərə görə. Mə tərəkə, mə burada inkardır. Tərəkə, yəni sağ qoymazdır. Sağ qoymazdır, tərk edərdi, sağ qoymazdır. Aleyhə, yəni onun üzərində, yəni burada yer üzündə mənasına gedir. Min dandən dəbəh, dəbəh sözü tərpənən, canlı da deyə bilərik. Düzdür, yəni burada sözlərdə dəbəh 4 ayaqlı, kimi də gedir. Yəni burada bütün canlılara aiddir. Yəni mövzu da burada ona gedir ki, ümumi tərcüməni belə edək. Əgər Allah insanları onların zülümlərinə görə cəzalandırsaydı, onun üzərində heç bir canlı sağ qoymazdı. Yəni burada onun üzərində o deməkdir ki, bu yeni yer üzündə. Yer üzündə. Yəni yer üzündə heç bir canlını sağ qoymazdı. Bir daha təkrar edək. Əgər Allah insanları onların zülümlərinə görə cəzalandırsaydı, onun üzərində heç bir canlı sağ qalmazdı. 6-cı ayəmiz Şuara surəsi 202-ci ayədir. Əuzubillah. Bismillah. Fəyətiyəhum. Fə elə isə yətiyəhum, yəni gəldi, gələr daha doğrusu. Gələr onlara, elə isə gələr onlara bəğyə qəflətən. Və hum və onlar lə yəşurun, bilməzlər, anlamazlar. Burada əzabdan söhbət gedir ki, elə isə əzab onlara qəflətən, özləri də bilmədən gələr. Belə tərcümə etsək daha düz olar. Yəni elə isə onlara qəflətən, özləri də bilmədən gələr. Burada əzabdan söhbət gedir. 7-ci ayəmiz Əhzab surəsi 59-cu ayədir. Demək, səhv etmirəmsə hicaba aid olmalıdır, amma burada yarım çıxdı, yarıda qalıb tərcümə. Əuzubillah, bismillah, əvvəldən başlayır, sona qədər deyil. Yə əyyuhən nəbiyyü, ey Peyğəmbər sallallahu aleyhi və səlləm, qul, de, li əzvəcikə, li üçün, əzvəc, yəni zövcələrinə, öz zövcələrinə de. Və nəbətikə və daha doğrusu bənatikə, üzr istəyirəm. Və bənatikə və öz qızlarına. Və nisai müminin, yəni bunu bir yerdə deyək, çünki bu da mömin qadınlara kimi gedir. Mömin qadınlara, möminlərin övrətlərinə də deyə bilərik. Möminlərin övrətlərinə, möminlərin qadınlarına, qadınlarına belə deyək daha doğrusu. De. Elə bura qədər də tərcümə var. Ey Peyğəmbər sallallahu aleyhi və səlləm, zövcələrinə, qızlarına və möminlərin övrətlərinə, qadınlarına de. Və sonuncu 8-ci ayəmiz Zümər surəsi 72-ci ayə. Əuzubillah, bismillah. Qilə deyildi, yaxud deyiləcək də deyə bilərik. Baxır, əgər yəni elə bir ayələr var ki, orada keçmiş zamanda olsa gələcək kimi də tərcümə olunur. Çünki deyildi. Qilə udxulu, yəni daxil olun, girin. Əbvəbə, qapılar. Yəni girin qapılardan da deyə bilərik. Girin qapılardan, cəhənnəmə, yəni cəhənnəmin qapılarından. Əbvəbə cəhənnəmə, yəni girin cəhənnəmin qapılarından. Xalidinə, əbədi qalacaqsınız fihə orada. Əbədi qalacağınız cəhənnəmə də deyə bilərik. Yəni bura qədər tərcümə etsək, deyiləcək içində əbədi qalacağınız cəhənnəmin qapılarından daxil olun, girin. Fə bi isə, fə elə isə, bi isə, nə pistir. Məthvə, yer, əl-mütəkəbbirin, yəni təkəbbürlənənlərin. Elə isə təkəbbürlənənlərin yeri nə pistir. Ümumi tərcümə isə bir daha deyək. Deyiləcək ya da deyildi. İçində əbədi qalacağınız cəhənnəmin qapılarından girin, yaxud daxil olun. Elə isə təkəbbürlənənlərin yeri necə də pistir. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.